Bu gecə ən fəzilətli gecə olacaq. Bu 23-cü gecənin ərəfəsində, indi bu gecə. Ən fəzilətli gecə olacaq. Ramazan ayının ən üstün gecəsi nə 19-dur, nə 21, 23-cü gecə. O ikisi də buna müqəddimədir. Ramazan ayının ən mühüm gecəsi bu gecədir. Səni and verirəm bu ayda nazil elədiyin Qurana, Əhl-i Beytin ehtiramına, bu gecənin feyzindən, fəzilətindən, bərəkətindən bizi məhrum eləmə. Bizi bu gecələrin bağışlananlarından qərar ver. Kimlər ki bizdən dua istəyirlər, iltiması dua deyiblər, hamısının hacətlərini rəva elə. İlahi şəhidlərimizin ruhun bizə duaçı qərar ver. İlahi qazilərimizə tezliklə şifaya acil mərhəmət elə. Torpaqlarımızı qoruyub saxlamaqda xalqımıza kömək elə. Ordumuzun gücün, qüdrətin günü-gündən artıq elə. Bayrağımızı dünyanın hər yerində ən uca yerlərdə qərar ver. Bizi bundan artıq bir-birimizə mehriban elə. Tezliklə İmam Hüseynin Kərbəlasının ziyarətin, bütün arzusunda olanlara bizə nəsib elə. Məşəd ziyarətin, Məkkə, Mədinə, Nəcəf ziyarətin, bütün müqəddəs məkanların ziyarətin bizə nəsib elə.